Salam dostlar, yenidən xoş gördük. Deməli, klassik məntiqlə əlaqəli bir sıra şübhələri və etirazları incələyirdik. Burada İbn Teymiyyənin Ər-Raddu aləl-Məntiqiyyin Məntiqçilərə rəddiyə kitabından növbəti bir paragrafı müzakirə edəcəyik. Deməli, burada Əl-Vəçhü Thəlis Ədəmu dilalətil qiyəsil burhani alə isbətis sani. İbn Teymiyyə burada nəyə irad bildirir? Allahın varlığının isbatı mövzusunda deduksiyaya, istinadın yanlış olduğu mövzusunu burada İbn Teymiyyə qeyd edir. Və iddia edir ki, məntiq elmində qeyd olunan o deduksiya ki var, Əl-Qiyəsul Burhani, o deduksiya heç bir halda Tanrının varlığının isbatı üçün möhkəm dəlil hesab oluna bilməz. Bunu nəyə görə deyir? Ona görə ki, fəlsəfə alimləri, xüsusən İbn Sina, Farabi, İbn Rüşd və digərləri, fəlsəfədən təsirlənən digər kəlam alimləri, bunların iddiası budur ki, Allahın varlığının isbatı mövzusunda bizim istinad edəcəyimiz ən möhkəm dəlillərdən biri və birincisi, məntiq elmində qeyd olunan deduksiya ki var, o deduksiyadan istifadə etməklə mümkündür. Yəni, biz deduksiyadan istifadə etməklə Allahın varlığını ən möhkəm dəlillə isbat edə bilərik. İbn Teymiyyə də burada buna irad bildirir ki, əslində xeyr, burhan dediyimiz o deduksiya, bu heç bir halda Tanrının varlığını isbat etmək üçün o filosoflar iddia etdiyi kimi 100%lik əminlik gətirə bilməz, möhkəm dəlil hesab oluna bilməz. Çox qısa Əl-Qiyəsul Burhani, bu deduksiya, burhan deduksiyası dediyimiz şey nədir? Ona çox qısa izah gətirim. Və dostlar, deduksiya dediyimiz şey bildiyiniz kimi müqəddimələrdən təşkil olunur və o müqəddimələr elə bir əminlikdə olmalıdır, elə bir şəkildə olmalıdır ki, bizi 100%lik əminliyə çatdıra bilsin. Buna deyirlər burhan. Aydındır? Yəni, əgər biz nəticədə 100%lik bir əminlik əldə edə biliriksə, buna burhan deyirik və bunun forması, maddəsi, bunlara hamısına Əl-Qiyəsul Burhani deyirik. İndi, irad burada budur ki, İbn Teymiyyə gəlib deyir ki, xeyr, bu heç də iddia olduğu kimi deyil. Biz bunun əksinə, bundan fərqli olaraq dini mətnlərə istinad edərək daha möhkəm, daha təməl, fundamental arqumentlər təqdim edə bilərik. Gəlin mətni oxuyaq, ondan sonra İbn Teymiyyənin iradını analiz edək, görə nə qədər doğrudur, nə qədər tutarlıdır. Buyurur ki, Əl-Vəçhü Thəlis ənəl qadayəl kulliyyəl ammə lə tucədu fil xaric kulliyyətən ammətən. Buyurur ki, ümumi hökmlər, bunlar xarici aləmdə, bunlar ümumi formada mövcud olmurlar. Bu düzdürmü? Əlbəttə düzdür. Çünki ümumi hökmlərin yeri haradır? İnsan zehnidir. Bu ümumi hökmlər ancaq insan zehnində mövcuddur. Və innəmə təkunu kulliyyətən fil əzhəni lə fil əyən. Bəli, bu ümumi hökmlər ancaq zehində mövcud olur. Xarici aləmdə isə bunlar nədir? Fərdi formada mövcud olurlar. Məsələn, insanlıq. İnsanlıq bir zehni anlayışdır, ümumi anlayışdır. Onun mənbəyi, yeri zehindir. Amma xarici aləmdə insanlıq deyilən bir ümumi anlayış mövcud deyil. Xarici aləmdə o insanlığın nümunələri var ancaq. Fərd nümunələri, predmetləri var. Bu düzdür, bəli. Və əmməl mövcudat fil xaric fəhiyyə umur müəyyənə. Xarici aləmə gəldikdə, xarici aləmdə hər şey müəyyən, yəni konkret formadadır. Kullu mövcudin ləhu haqiqatun taxussuhu. Baxın, burada indi görün nədir? Buyurur ki, hər bir varlığın özünə məxsus bir həqiqəti var. Yətəməyyəzu bihə əmmə sivahu. Həmin həqiqətlə o digərindən ayrılır, başqasından ayrılır. Lə yüşərikuhu fihə qeyruhu. Və başqaları o xüsusiyyətdə ona şərik deyil. Baxın, burada bir məsələ müəyyən qədər doğrudur. Bəli, xarici aləmdə biz varlıqlara baxanda, onların hərəsinin özünə məxsus xüsusiyyətləri var ki, digərlərindən ayrılırlar həmin xüsusiyyətlərə görə. Niyə? Çünki həmin xüsusiyyətlər həmin fərdlərin özünə məxsusdur. Lakin bu, onların ancaq maddi tərəfidir, maddi yönüdür. Bir də onların mənəvi, mücərrəd, abstrakt yönləri var ki, onlar artıq nədir? Onlara məxsus deyil, ümumidir. Məsələn, insanlıq dediyimiz şey, biz xarici aləmdə fərdlərə işarə edəndə deyirik, bu insandır. Baxın, bu insan məfhumu, bu zehni məfhumdur, mücərrəd məfhumdur, ümumi məfhumdur. Bu ümumi məfhum olsa da biz onu xarici aləmdə nə edirik? Predmetlərə nisbət veririk və bu nisbət hər bir fərdə eyni halda, eyni formada,
eyni mahiyyətdə şamildir. Yəni insanlıq məfhumu xarici aləmdə hər bir insana məxsus insanlıq məfhumu yoxdur. İnsanlıq məfhumu ümumi bir həqiqətdir. Necə ki maddə, cisim. Məsələn biz xarici aləmdə cismi insanların hərəsinə başqa mənada aid etmirik ki, hər bir insan cisimdir, hər bir varlıq cisimdir, maddi varlıqlardan söhbət gedir. Hər bir maddi varlıq tutan cisimdir, onların cisimliyi müştərəkdir. Deməli, burada İbn Teymiyyənin dediyi bu məsələ ki, hər bir varlığın özünə məxsus xüsusiyyəti var ki, digərindən onu fərqləndirir. Bəli, bu düzdür. Bunlar müştərək yönlərdir, özünə fərqli yönlərdir. Hər birinin özünə məxsus fərqli yönü var. Amma bir də onların müştərək yönləri var, ümumi yönləri var ki, onlar artıq nədir? Hər bir şəxsə, hər bir fərdə, hər bir nümunəyə aiddir. Ona görə burada dediyi söz, yəni bunu biraz təfsilatına varmaq lazımdır ki, bəli, müştərək yönləri var, amma fərqli yönləri də var. Fərqli yönlər hansıdır, müştərək yönlər hansıdır, bunları aid etmək lazımdır. وهم معترفون بذلك وقائلون أن القياس لا يدل على أمر معين. Sonra baxın, gəlin buradan nə nəticəyə gəlir İbn Teymiyyə. Deyir ki, onlar etiraf edirlər və bunu da deyirlər ki, qiyas, yəni deduksiya, la yadullu ala əmrin muayyan, konkret bir şeyə dəlalət etmir. Və qad yu'abbiruna an zalika bi annahu la yadullu ala cüz'iyyin və innema yadullu ala kullin. Və bunlar, yəni məntiq alimləri özləri deyirlər ki, qiyas, yəni deduksiya ancaq ümumi şeylərə dəlalət edir, ümumi nəticələrə gətirib çıxarır, fərdi nəticələrə gətirib çıxarmır. Bu məsələ düzdürmü? Təbii ki, bu da düz deyil. Nəyə görə? Çünki deduksiya İbn Teymiyyə özü də, baxın, gəlin göstərim, keçən dərsi izləyənlər bilirlər. İbn Teymiyyə keçən dərs burada dəlilləri qeyd edəndə 3 dənə dəlil qeyd edilmişdi. Birincisi deduksiyadır, ikincisi induksiyadır, üçüncüsü də ki, analogiyadır. Baxın, deduksiyanın tərifində İbn Teymiyyə burada nə deyir? İmmə ən yüstədəllə bil kulli aləl cüz'i. Dəlil 3 qismli. Birincisi budur ki, ümumidən xüsusiyə keçid alasan, ümumidən fərdiyə keçid alasan. Buna da deyir ki, vəl-əvvəl huvəl qiyas. Bu da nədir? Qiyasdır, deduksiyadır. Deməli, deduksiyada nə var? Deduksiyada ümumidən xüsusiyə, ümumidən fərdiyə keçid var. Əgər ümumidən fərdiyə keçid varsa, deməli biz nəticədə nəyi isbatlamış olduq? Fərdi bir hadisəni, fərdi bir hökmü isbatlamış oluruq. İbn Teymiyyə burada bunu deyir, amma bura gələndə nə deyir? Bura gələndə deyir ki, xeyr, məntiq alimləri özləri də etiraf edirlər ki, deduksiya, qiyas heç bir halda fərdi hökmü isbatlamaq üçün istifadə olunmur. O ancaq ümumi hökmləri isbatlamaq üçün istifadə olunur. Bu tamamilə yanlışdır və bunun da məntiq kitablarında kifayət qədər nümunəsi var. Məsələn, belə bir müqəddimə məntiq kitablarında siz çox görə bilərsiniz. Zeyd insandır. Bütün insanlar ölümlüdür. Nəticə Zeyd ölümlüdür. Baxın, bu qiyasdır, deduksiyadır. Nəticə nədir? Zeydin ölümlü olması. Deməli, burada nəyi biz isbatladıq? Hansısa bir fərdi hökmü, konkret bir hökmü isbatladıq. Aydındır? Ona görə İbn Teymiyyənin burada dediyi ki, qiyas ancaq ümumi şeylər üçündür, ümumi hökmlər üçündür, ümumi hadisələr üçündür və bu fərdi heç bir hadisəni isbatlamaq üçün istifadə olunmur. Bu kökündən yanlışdır. Bəli. وإنما يدل على كله والمراد بالجزء ما يمنع تصوره من وقوع الشركة فيه. İndi gəlir cüz'ini, fərdi hadisəni bizə izah edir. Fərdi hadisə nədir? Fərdi hadisə budur ki, o artıq həmin predmetə məxsusdur. Orada başqası ondan şərikliyi yoxdur. İbn Teymiyyə bunları müqəddimə olaraq qeyd edir. Gətirib hara çıxaracaq nəticəni? Gətirib bura çıxaracaq ki, yəni biz nəticədə qiyasla Allahın varlığında isbat edə bilmərik. Bunlar sadəcə müqəddimə xarakteri daşıyır. İndi fərdi hökmü izah edir və ya fərdi predmeti izah edir. Fərdidən məqsəd nədir? Fərdidən və ya cüz'idən məqsəd budur ki, o heç bir hökmdə başqası ilə şərik deyil. Onun başqa bir hansısa əlavə predmetlə müştərək bir yönünün olması təsəvvür oluna bilməz. Və kullu mevcudin ləhu haqiqatun taxussuhu yemna'u tasavvuruha min vuqu'iş şirkəti fiyhə. Deməli, hər bir varlıq ki, onun özünə məxsus həqiqəti var, deməli, orada başqa bir şeyin müştərəkliyini, başqa bir əlavə müştərək xüsusiyyətini olduğunu təsəvvür etmək
qeyri-mümkündür. Fəizən əl-qiyas la yufidu ma'rifətə əmrin mövcudin bi'aynihi. Deməli, burada hansı nəticəyə gəldi? Buradan bu nəticəyə gəldi ki, deməli, qiyas vasitəsilə biz hansısa bir xüsusi bir hökmü, konkret bir hökmü isbat edə bilmərik. Və kullu mevcudun fəinnəmə huva mevcudun bi'aynihi. Halbuki biz görürük ki, xarici aləmdə hər bir şey konkret olaraq mövcuddur. Deməli, İbn Teymiyyə deyir ki, xarici aləmdə hər şey konkret olaraq mövcuddur. Amma qiyas həmin konkret varlıqların isbatı üçün dərdimizə dəymir. Fələ yufidu ma'rifətə şeyin min haqaiqil mevcudat. Ona görə o xarici aləmdə heç bir konkret varlığın isbatı üçün bizə kömək etmir. Və innəmə yufidu umuran kulliyyətən mutlaqatan muqaddaratan fil əzhani la muhaqqaqatan fil a'yan. Deməli, qiyasın, deduksiyanın əsas işi budur ki, o ancaq zehində mövcud olan ümumi həqiqətləri, məfhumları isbat eləsin. Xarici aləmdə olan konkret həqiqətlərlə onun heç bir əlaqəsi yoxdur. Baxın, bu bayaq dediyim kimi yanlışdır. Niyə? Çünki konkret nümunə də verdim və İbn Teymiyyənin özünün əvvəlki dərsdə də isnad elədiyim o səhifədə göstərdim ki, İbn Teymiyyə özü deyir ki, deduksiyanın işi ümumiyyətlə ümumi hökmü xüsusi hökmə tətbiq eləməkdir. Ümumi hökmdən xüsusi hökmə keçid almaqdır. Yəni, verdiyim Zeyd misalında da aydın oldu ki, biz burada konkret bir nümunənin xüsusiyyətini isbatlamağa çalışırıq. Amma İbn Teymiyyə burada dediyi o həqiqətdə qiyasla yəni heç bir əlaqəsi yoxdur. وقد بسطنا الكلام على هذا وغيره في غير هذا الموضع وبين أن ما يذكره النظار من الأدلة القياسية التي يسمونها براهين على إثبات الثاني سبحانه وتعالى لا يدل على شيء منها على عينه. Baxın, buradan bu nəticəyə gəldirdi. Bax, dediyim kimi, yuxarıda qeyd etdikləri hamısı müqəddimə xarakteri daşıyır. Nəticədə nə oldu? Nəticədə bu oldu ki, filosofların istifadə etdiyi bu deduksiyadan qaynaqlanan dəlillər ki, bunlara burhan adı veriblər, bunlar Allahın varlığını isbat etmək üçün kifayət eləmir. Niyə? Çünki İbn Teymiyyə iddia elədi ki, qiyas, deduksiya heç bir halda konkret bir varlığın isbatı üçün istifadə olunmur. Və biz dedik ki, bu yanlışdır. وإنما يدل على أمر مطلق كلي لا يمنع تصوره من وقوع الشركة فيه. Əksinə İbn Teymiyyə deyir ki, biz burhan vasitəsilə ancaq, deduksiya vasitəsilə ancaq ümumi həqiqətləri isbat edə bilərik. Bu da dediyim kimi yanlışdır. İbn Teymiyyə burada indi misal verəcək. Baxın, o misaldakı xətanı da yenə nəzərinizə çatdıracağım. Buyurur ki, فَإِنَّا إِذَا قُلْنَا هَذَا مُحْدَثٌ. Misala baxın, deyir, biz desək ki, bu yaranmışdır. وَكُلُّ مُحْدَثٍ فَلَا بُدَّ لَهُ مِنْ مُحْدِثٍ. Sonra deyir ki, hər bir yaranmışı yaradan var. Və ya başqa bir argument. Al-mumkinin vəl-mumkin la buddə ləhu min vacib. Bu mümkün varlıqdır və hər bir mümkün varlığı yaradan var. Yəni vacib varlıq. Bunlar deyir bu argumentlər. İnnəmə yedullu həzə alə muhdisin mutlaq əv vacibin mutlaq. Bu deyir ümumi olaraq sadəcə bir yaradanın ümumi olaraq, konkret olaraq yox, ümumi olaraq bir yaradanın varlığına, ümumi olaraq vacib varlığın olduğuna dəlalət edir. وَلَوْ عُيِّنَ بِأَنَّهُ قَدِيمٌ أَزَلِيٌّ عَالِمٌ بِكُلِّ شَيْءٍ وَغَيْرَ ذَلِكَ فَكُلُّ هَذَا إِنَّمَا يَدُلُّ فِيهِ الْقِيَاسُ على أمر mutlaq kulli la yemna tasavvuruhu min vuku'i şirkəti fihi. Buyurur ki, əgər biz yenə desək ki, məsələn, bu dediyimiz varlıq, hansı ki, yaradandır, vacibdir, o alimdir, əzəlidir, əbədidir, bunları yenə qeyd etsək belə, bu da yenə ümumi olaraq, yəni bir bilən, alim, əzəli, əbədi varlığın olduğuna dəlalət edir. Yəni demək istəyir ki, İbn Teymiyyə biz bu burhan vasitəsilə, bu dəlil vasitəsilə ancaq ümumi bir varlığın olduğunu görürük. Orada bir yaradan var. O yaradan alimdir, əzəlidir, əbədidir, hər şeyə qadirdir. Amma o konkret olaraq hansı varlıqdır, deyir, onu biz bilə bilmərik. Aydındır. وَإِنَّمَا يُعْلَمُ عَيْنُهُ بِعِلْمٍ آخَرْ يَجْعَلَهُ اللّٰهُ فِي الْقُلُوبِ. İbn Teymiyyə deyir ki, biz onu konkret olaraq bilmək üçün məntiqdən istifadə etməyə ehtiyacımız yoxdur. O da Allah qəlblərə salır. Onu biz bu şəkildə ancaq bilərik. Və hum mu'tarifuna bihəzə. Və onlar buna etiraf edirlər. İndi əgər bu humdan məqsəd Allahdırsa, özü üstən bu humdan məqsəd, onlardan məqsəd məntiq alimləridirsə, o məntiq alimləri belə bir şey etiraf etməyiblər. Harada etiraf ediblər, məlum deyil. İbn Teymiyyə bunu hansı mənbəyə əsasən deyil, bu da
deyir, məlum deyil. Lənnə nəticədə la təkunu əbləğ minəl müqəddimət, çünki nəticə heç vaxt müqəddimələrdən geniş ola bilməz. Burada nə demək istəyir? Vəl müqəddimət fiyhə qadiyyə kulliyə la buddə min zəlik vəl kulli la yədullu alə müəyyən. Burada nə demək istəyir dostlar? Burada ona demək istəyir ki, nəticə heç vaxt müqəddimələrdən fərqli olmamalıdır. Yəni əgər müqəddimələr ümumidirsə, nəticə də ümumi olmalıdır. Müqəddimələr xüsusidirsə, nəticə də xüsusi olmalıdır. Amma müqəddimələrin ümumi olması, nəticənin xüsusi olması bu qeyri-mümkündür. İbn Teymiyyə bunda bu argumentlə məntiq alimlərinə irad bildirmək istəyir ki, qiyasda, deduksiyada müqəddimələr ümumidir, ona görə nəticə də ümumi olmalıdır. Amma siz iddia edirsiniz ki, biz qiyas vasitəsilə, deduksiya vasitəsilə Allahın varlığını isbat edə bilərik. Bunun da mənası budur ki, ümumi müqəddimələrdən xüsusi nəticəyə keçid alırsınız. Bu da məntiqlə düz deyil. Və bayaq qeyd etdiyim kimi bu yanlışdır. Çünki məntiq alimlər özləri qiyasın tərifində, izahında qeyd ediblər ki, qiyas ümumidən xüsusiyə keçiddir, ümumi hökmdən xüsusi hökmə keçiddir. Orada ümumidən ümumiyə keçid yoxdur. وهذا بخلاف ما يذكره الله في كتابه من الآيات كقوله تعالى. İndi baxın İbn Teymiyyə Qurana gəlir, isnad edir ki, bu vasitənin Quranın belə deyək, argumentasiyası ilə məntiq alimlərinin argumentasiyası arasındakı fərqi bizə göstərsin. Məsələn, deyir Allah Quranda nə buyurur? İnna fi xalqis semawati vel ardi və ixtilafil leyli ven nahar ila qawlihi liqaumin yaqilun. Bu ki, yerin və göylərin yaradılışında, gecə və gündüzün bir-birini əvəz etməsində düşünənlər üçün ibrət var. Yəni sanki İbn Teymiyyə deyir ki, burada Allah bu ayələrlə konkret bir varlığa işarə edir. Baxın nə deyir? Və qavluhu inna fi zəlikə ləayətin qavmin yaqilun liqavmin yetefəkkərun və qeyru zəlik fə innehu yedullu aləl muayyən. Buyurur ki, bu ayələr ki, deyir, yerin və göyün yaradılışında, gecə və gündüzün bir-birini əvəz etməsində sizin üçün ibrət var, düşünənlər üçün, təfəkkür edənlər üçün ibrət var, ayə var, nişanə var. Deyir ki, bu konkret bir varlığa işarə edir. Halbuki, dostlar, bu ayəyə nəzər salanda görürük ki, xeyr, burada İbn Teymiyyənin iddia elədiyi kimi konkret bir ayəyə işarə yoxdur, bu bir. İkincisi, burada eyni ilə elə deduksiyadan, burhandan istifadə edirik. Baxın, Quran nə deyir? Quran deyir ki, ey insanlar, baxın, yerə baxın, göyə baxın, olan yaradılışına baxın, gecə gündüzün bir-birini əvəzləməsinə baxın, əvəz etməsinə baxın. Buradan hansı nəticəyə gəlin? Buradan bu nəticəyə gəlin ki, bunlar öz başına yaranmayıbdır, bunları yaradan var. Baxın, bu nədir? Bu burhandır. Çünki burhan məntiq kitablarında qeyd olunur ki, iki qismdir. Burhan-ı limmi var, burhan-ı inni var. Burhan-ı innidən məqsəd nədir? Burhan-ı innidən məqsəd budur ki, siz nəticələrə baxıb səbəbi tapasınız. Burada da biz eyni işi görürük. Quran ayələri bizi düşünməyə təşviq edir, təfəkkürə təşviq edir. Deyir, yaradılışa baxın. Xoş, biz yaradılışa baxırıq, düzdür. Yaradılışa baxanda zehnimizdə o təfəkkür funksiyası, təfəkkür prosesi hansı istiqamətdə gedir? İstiqamət bu cürdür, proses bu cürdür. Biz yaradılışa baxırıq. Bu yaradılışın məsələn maddi olduğunu görürük, məhdud olduğunu görürük, orada hərəkətin olduğunu görürük. Və bu nəticəyə gəlirik ki, bunlar özünə yarana bilməz. Çünki bunlar şuursuz varlıqlardır. Deməli, bunları yaradan var. Baxın, bunları yaradan var. Bu nədir? Bu deduksiyadır, bu burhandır. Və kəlam alimlərinin istifadə etdikləri hüdus dəlili də budur. Yəni, əgər biz burhanı inkar etsək, məntiqdə qeyd olunan o burhanı inkar etsək, biz heç bir halda Quranın bu ayələrindən nəticə çıxara bilmərik. Nəyə görə? Çünki İbn Teymiyyə deyir ki, Quran ayələri konkret bir varlığa işarə edir. Xeyr, Quran ayələri konkret bir varlığa işarə etmir. Quran ayələri düşünməyə bizi dəvət edir. Deyir, düşünün və nəticə çıxarın. Necə nəticə çıxarırıq? Düşünürük ki, aləm dəyişəndir, hərəkət edir, sonradan yaranıb. Deməli, bu maddi olduğu üçün, şuursuz olduğu üçün özünü yarada bilməz. Deməli, bunu yaradan var. İbn Teymiyyənin burada əsas qarışdırdığı şey nədir, dostlar? Deməli, İbn Teymiyyənin əsas qarışdırdığı məsələ ümumi ilə qeyri-müəyyəni səhv salmasıdır. Bəli, burhan ola bilər ki, hansısa bir məsələdə bizi nəticəyə çatdırsın, amma o nəticə qeyri-müəyyən olsun. Məsələn, biz yolda məsələn, qabağımıza bir şey çıxır, məsələn, yemək çıxır. İnsan avtomatik olaraq burada səbəb-nəticə əlaqəsi qurur. Deyir, bu yemək öz-özünə bişə bilməz. Deməli, bunun nə var? Bişirən var. Baxın, burada biz nəticəyə çatdıq, deduksiyadan istifadə edərək nəticəyə çatdıq. O nəticə nədir? Yəni, bu yeməyi bişirən var. Baxın, bu bişirən var nəticəsi
ümumi deyil. Niyə? Çünki onu bişirən bir nəfərdir və ya iki nəfərdir, konkretdir. Burada sadəcə olaraq qeyri-müəyyənlik var. Yəni biz bilmirik kimdir, amma mütləq bilirik ki, konkret kimsə bunu bişiribdir. İndi hüdus dəlilində də və ya istifadə etdiyimiz burhanlarda da biz konkret olaraq deyirik, bunu yaradan var, xarici aləmdə konkret bunu kimsə yaradıb. Ola bilər ilk mərhələdə bu qeyri-müəyyən olsun. Amma getdikcə o varlığı, xüsusiyyətlərini araşdırdıqca bizə aydın olur ki, bu varlıq yəni hər şeyə qadirdir, əbədidir, əzəlidir və s. Yəni biz ümumiyyətlə insan zehni bundan ötə necə konkretləşdirə bilər ki? Yəni tutalım bu maddi varlıqlar deyil ki, mən gedim konkret baxım görüm o bişirən kimdir, gözümdən, hiss üzvlərindən görüm. Bu insan üçün bəli keçərlidir. Bunu mən gedib görürəm. Və müəyyənliyi mən hiss üzvlərimlə bu cür təşxis edirəm. Amma Allah üçün bu, təbii ki, mən hiss üzvlərindən onu görə bilmərəm. Ona görə mənim müəyyən bir varlığı isbat etməyim ki, o yaradandır, o ancaq zehni məfhumlar əsasında olacaq və istifadə etdiyim o deduksiya əsasında olacaq. Yəni mən yaradılışa baxanda deyirəm ki, bir yaradan var, o yaradan hər şeyə qadirdir və o birdir, birdən çox ola bilməz. Zaten bundan ötəsi qeyri-mümkündür. Bundan ötəyə keçmək qeyri-mümkündür. O insan deyil ki, mən gedim ona baxım və ya cisim deyil ki, gedim ona baxım, konkretləşdirim. Aydındır, insan zehni Allahın varlığını elə ancaq bu qədər istifadə edə bilər, bu qədər yəni tanıya bilər. Bundan ötəyə keçə bilməz. Aydın dostlar, ona görə İbn Teymiyənin, axıracan oxumuram, ehtiyac yoxdur bu mətni. İbn Teymiyənin burada qeyd elədiyi ki, burhan Allahın varlığını isbatlamır və ya isbatlamaq üçün bizi konkret bir varlığın isbatı üçün bizim dərdimizə dəymir, xeyirli deyil, onun yerinə biz Quran ayələrini istifadə edək. Bu yanaşma kökündən yanlışdır. Çünki biz hər bir halda, istisnasız hər bir halda deduksiyadan istifadə edirik. Bu da növbəti iradə idi. İnşallah növbəti çıxışlarda görüşəndə bu günlük hələlik.